Böyyanə Quluzadə 8 aylıq uşağımı müayinə edə sosial şəbəkə üçün video çəkirdi. Bu sözləri Sabunçu rayonu Yefim Saratov küçəsi 12 ünvanında yaşayan Qurbanova Ləman Azərqızı Refleksi Reabilitasiya Mərkəzinin baş həkimi Böyyanə Quluzadədən Huriyyət saytının redaksiyasına müraciət edərək bildirib. Mən Qurbanova Ləman Azərqızı yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Bu yaxınlarda 8 aylıq övladım Quliyev Fatihin səhhətində yaranmış problemlə bağlı Refleks Reabilitasiya Mərkəzinə üst tutdu. Həkimin adını, soyadını internet vasitəsilə tapmışdım. Biz həmin həkimin qurbanı olduq. Həm 100 manat pulumuz getdi, həm də uşağı normal müayinə etmədi. Həkimdən doğru dürüst cavab belə ala bilmədik. Deməli, Böyyanə Quluzadə Refleksi Reabilitasiya Mərkəzində baş həkimdir, usm aparatında xəstələri müayinə edir. Nevroloq və pediatr kimi də bu xəstəxanada fəaliyyət göstərir. Bir sözlə, o sözün bütün mənalarında bu xəstəxananı idarə edir. Məhz bu səbəbdən də ondan şikayət çox olur. Bayram günü olduğuna görə xəstəxanaların çoxu işləmir. Uşağın anidən xəstələnməsi həkimi tanımağımıza vəsilə oldu. Qeyd edim ki, uşağımı usm aparatına saldıq. Adını həkim qoyan bu şəxs uşağı müayinə edir də sosial şəbəkə üçün video çəkirdi. 8 aylıq uşağın həyatını heçə sayaraq məşhur olmaq həvəsindədir. Dilsiz, ağızsız bir körpədir deyə hər zülmü verməlidirlər. Verdiyim pul da haram olsun. Bütün bunları da qoyduq, bir qırağı uşağı götürüb evə gəldik. Axşam saatlarında uşağın vəziyyəti yenidən dəyişdi. Həkimə zəng vurub kömək istədim. O qədər kobud cavab verdi ki, sanki müayinə vaxtı video çəkməsinə susmalıydım. Mən iradımı bildirdim. Həmin vaxt körpə uşaq müayinə olmalı idi. Səhiyyə Nazirliyindən xahiş edirəm ki, belə həkimlər haqqında tədbir görülsün. Həm canımızı, həm də pulumuzu alırlar. Məsələlərlə bağlı Böyyanə Quluzadə ilə əlaqə saxlaya bilmədik. Böyyanə